Bu, Əliyar Ağayevin Çempionlar Liqasında çox danışılan hakimliyi barədə sürətli bir baxışdır. Deməli, Azərbaycanlı referimiz Əliyar Ağayev Praqada keçirilən Slavia Arsenal Çempionlar Liqası oyunundan sonra deyək ki, Avropada manşetlərdə idi. Həmin oyunda Arsenal 3-0 uddu. Amma əsas məsələ Ağayevin VAR-la, yəni video köməkçi hakimlə verdiyi qərarlar oldu. Bax bunlar həm oyuna təsir etdi, həm də çoxlu müzakirə yaratdı, bilirsiniz. Birinci, baxın, VAR qərarları demək olar ki, oyunun taleyini həll etdi. Ağayev əvvəlcə təkrarı izləyib, Lukaş Pravodun əllə oynadığını gördü və Arsenala penalti verdi. Bukayo Saka da bunu qola çevirdi, hesabı açdı. Amma sonra oyunun axırına da yaxın Slaviyanın istədiyi bir penalti var idi, onu VAR-a baxıb ləğv elədi. İkinci məsələ isə reaksiyalar oldu, çox fərqli idi. Məsələn, Britaniya mətbuatı, tutaq ki, The Guardian, dedi ki, qərarlar qaydalara uyğundur, hər şey düzdür. Amma Çexiyada, dedilər prosedur düzgündür, amma qərarlar çox sərtdir. Hətta o Slaviyanın penaltisi ləğv olunanda azarkeşlər qışqırırdılar ki, UEFA mafiya. Amma maraqlıdır ki, klub özü rəsmi şikayət eləmədi. Yəni, qısası, Ağayevin VAR dəstəkli idarəçiliyi müzakirələrə yol açsa da azarkeş narazılığına baxmayaraq, əsasən prosedur qaydalarına uyğun qiymətləndirildi.